bu həyəcanı bizə yaşatdığına görə, qan yaddaşımızı təzələdiyinə görə bu filmin yaradıcı heyətinə dərin təşəkkürümü bildirirəm. Bu filmə baxa-baxa fikirləşdim ki, 20 yanvarla bağlı bir filmə baxdığım yadıma gəlirmi? Açığı yadıma gəlmədi və mən bilmirəm, bəlkə də yanlışlıq edərəm. 20 yanvarla bağlı film çəkilibmi? Varmı belə bir film? Belə başa düşdüm ki, Dilarə xanımın gestindən ki, çəkilməyib. Biz Qarabağda zəfər qazanmışıq. Birinci Qarabağ müharibəsindən keçmişik. İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ümumiyyətlə Azərbaycanın uğurları, düşmələri, qalxmaları ilə bağlı çoxlu hadisələr yaşamışıq. Və bu yalnız insanların yaddaşına hansı vasitələrlə yazıla bilir? Filmlərlə. Çünki filmləri yalnız biz yox, dünyanın hər bir yerində izləyə bilərlər. Bizim öz yaradıcı insanlarımıza şərait yaradar. Bəlkə də başqa bir böyük film korporasiyaları ilə danışıqlar geçsin və bizim insanlarımızla, yaradıcı şəxslərimizlə, film şirkətlərimizlə onlar birlikdə rentlərə köçürsünlər və bu Azərbaycanın tanınması baxımından, insanların qan yaddaşına köçürülməsi baxımından əhəmiyyətli bir iş olardı.